Əhmədbəyli, Füzuli, Şuşa yolu yaxın vaxtlarda tam istifadəyə veriləcək. Xankəndidə keçirilən 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunda bu barədə məlumat verilib. Forumda şəhərsalma innovasiyaları və sağlam şəhər mühitinin yaradılmasından da danışılıb. Əhmədbəyli, Füzuli, Şuşa yolu yaxın zamanlarda tam istifadəyə veriləcək. Xankəndidə keçirilən 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunda Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov bildirdi ki, bu ildən Şuşada 45 binanın tikintisinə başlanılıb. Binalar 2027-ci ilin əvvəlində təhvil veriləcək. Qarşıdakı 2 ildə şəhərin küçə və yol şəbəkəsi tamamilə yenidən qurulacaq. Aydın Kərimov onu da qeyd etdi ki, Şuşa ölkə ərazisində 100% elektriklə çalışan ictimai nəqliyyata sahib yeganə şəhərdir. Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov bildirdi ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7, Xocalının 11 kəndinə əhalinin köçü ilə bağlı işlər aparılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidən qurma işləri dayanıqlı şəhərsalma modelinə əsaslanır. Proses təkcə regionun fiziki bərpasını deyil, həm də icmaların dözümlülüyünü və ölkənin inklüziv inkişaf siyasətini əks etdirir. Qarabağda aparılan işlər daha yaxşı yenidən qurma prinsipinə əsaslanır və məqsəd canlı, dayanıqlı və müasir şəhər məkanlarının yaradılmasıdır. Biz bu bərpanı təkcə icmaların bərpası kimi deyil, həm də regionun gələcək inkişafı üçün yeni, davamlı şəhər nümunələrinin formalaşdırılması imkanı kimi görürük. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin sürəti qonaqları da heyrətləndirib. Biz müxtəlif şəhərləri ziyarət etmək üçün yenidən qayıdırıq və hər dəfə ümumi təəssüratımız dəyişməz qalır. İnanılmaz enerji, proseslərin yüksək sürəti, təşkilatçılıq və mövcud resurslara hörmətlə yanaşma. İtkilərə baxmayaraq bərpa işlərinə böyük diqqət və şəhərlərə onların keçmiş əzəmətini qaytarmaq istəyi hiss olunur. Azərbaycanın Kenya və Konqodakı fövqəladə və səlahiyyətli səfiri Soltan Hacıyev hesab edir ki, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın xüsusilə azad edilmiş ərazilərin bərpası və yenidən qurulması sahəsindəki qabaqcıl təcrübəsinin təşviqi üçün mühüm platformadır. COP29-dan sonra həm miqyas, həm də mövzular baxımından ona bağlı olan bu tədbir iqlim dəyişikliklərində şəhərlərin rolunu və eyni zamanda deməli Braziliyada keçiriləcək COP30-da şəhər salma və şəhərlə əlaqədar olan proseslərin rolunu nümayiş etdirməyə, müzakirə etdirməyə və mühüm praktiki qərarlar verməyə imkanı verəcəkdir. İqlimə davamlı və sağlam şəhərlərə doğru regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə şüarı altında keçirilən forumda mənzil əlçatanlığı, münaqişədən və fəlakətlərdən sonraki bərpa, daha ekoloji tikinti yanaşmalarının təşviqi, inklüziv şəhər idarəçiliyi kimi mövzular diqqət mərkəzindədir. 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunda 60-dan çox ölkədən 400-ə yaxın qonaq iştirak edir. Ağcar Əskərli, İsmail Əmirli, Elvin Muradov, ATV Xəbər, Xankəndi.